Böyüklükləri k elem olan vektorlarla oluşturulan şəkildəki ikililərin biləşkələri eşit böyüklükdədir. Yəni əvəzləyici vektor bərabərdir. Alfa betadan, o da tetadan böyük olduğuna görə k elem arasındakı ilişki. Biz bilirik ki, bax bunların Pifaqor teoremi, daha doğrusu kosinuslar teoremi ilə tapırdıq da. Bizə demişdik ki, deməli kosinusda əgər alfa bucağı artırsa, kosinusun dəyəri nə olmalıdır? Azalmalıdır. Deməli, hardakı bucaq çoxdur, orada əvəzləyici qüvvə daha azdır. Bəs, məsələn, buranı işarə eləyək bir R1, buranı işarə eləyək R2, bunu da R3. Biz bilirik ki, məsələn, R1-də alfa böyük olduğuna görə kosinusun dəyəri az olmalıydı və əvəzləyici vektor da az olmalıydı. Amma burada deyir ki, bərabərdir. Onda nə edirik? Birinci baxaq R1-dən R2-yə. Ortaq olan hansıdır? L-dir. Bu L-ləri gəlin işarə eləyək. İşləyək K ilə, bir də M ilə. Düzdürmü? İndi R1 R2-yə bərabərdir. Amma əslində R2 R1-dən böyük olmalıydı. Amma bir-birinə bərabərdir. Bir-birinə bərabər olması üçün nə eləməliyik? Deməli, R1-dəki bu K vektorunu artırmalıyıq. K vektorunu artırmalıyıq. Olmalıdır K M-dən böyük olmalıdır ki, axırda R1 R2-yə bərabər olsun. Bunu qəbul elədik ki, K M-dən böyük olmalıdır. İndi isə keçək R2 ilə R3 arasındakı münasibətə. Burada da ortaq olan nədir? Ortaq olan, baxırıq ki, M-dir. İşarə elədik. İndi əslində necə olmalıdır? R3 R2-dən böyük olmalıdır. Düzdürmü? Amma bir-birinə bərabərdir. Onda nə etməliyik? Bu R2-də L-i artırmalıyıq ki, R2-ni artırmalıyıq ki, gəlsin R3-ə bərabər olsun. Əslində bərabərdirlər, amma R2-dəki vektoru, ortaq vektorları çıxmaq şərtilə, bax bu L vektorunu artırmalıyıq ki, gəlib deməli əvəzləyici vektorlar bir-birinə bərabər olsun. Onda nə olmalıdır? L də K-dan böyük olmalıdır. Baxaq, L böyükdür K-dan, o da böyükdür M-dən. Harda verilib? D variantında verilib.